Bacı qoy bir qara xəbər var, onu deyim. Deməli bu WhatsAppda bir funksiya əmələ gəlib. Əvvəllər sağa elə bir ki mesaj gəlirdi. Sən onu üçüncü tərəfə ötürürdün. Bu yeni funksiya elədir ki, yəni adamı bagaja qoya bilər o dəqiqə. Sən onu digərinə göndərdinsə, elə bir ki onu sağa göndərən adamda 2 xət yox, 3 xət görsənəcəkdir. Yəni WhatsApp da son vaxtlar elə axırın itirə gedir. Yəni həmişə ona buna mesaj göndərəndə ehtiyatlı olun. Kobravat eləyin altında. Elə bir ki da promo göndərməyin. Yəni bu fövqəladə bir vəziyyətdir. Həmişə belə bir şeyə diqqət yetirin, yəni yanmayın. Məsələn deyə Arduşun özünə o qədər mesajlar yazırdım. Səsi oradan buradan çıxırdı. Sonra bunun boynuna qoymaq olmurdu. Amma indi biləcəm ki mesaj atmışam ki məsəl göndərəndə orada xət var, 2 xət. Bir maraqlı yeri də odur ki, məsələn, mən indi yazıram, Makrona bir dənə mesaj göndərəm. Makron da onu əgər yoldaşına göndərəcəksə, yoldaşı da onu mənə göndərəcək. Mən bunu göndərəcəm Makrona, biləcəm ki, 8 xətdir. Dəqiq Makron bunu yoldaşına atıb, yoldaşı, yəni üçümüz də biləcəyik ki, kim kimə atıbdır. Da bu, başqa yolla fırladanmayacaq ki, mən kimə satmamışam. Orada fakt var axı, yəni bu orada qalır belə. Məsələn, profil şəkili qoymuşsan WhatsApp-a, kimsə onu skren edib, götürmək istəyirdi, atı ona buna. Amma onu skren edib götürmək istəyəndə oradan sana bir əl işarəsi gələcək ki, pis əl işarəsidir. Oradan sana SMS gələcək ki, yemədin, getdin. Bu spikerin özü, ona atdıqlarını kim atır, atmır bilmirəm. İndən belə kim attığını biləcəm.